Adamdan soruşarlar, bu Nutellanın çörək rəfində nə işi var? Bunu sizə izah edərəm. Nutellanın çörək rəfində olmasının bir neçə səbəbi var. Bunlardan biri bir öncəki videoda danışdığım ki, müəyyən kəlmələrə xatırlatdığı kimi müəyyən məhsullar da müəyyən məhsullarla o qədər marketinq olunub ki, yəni satılıb ki, birlikdə reklam olunub ki. Məsəl üçün cipslə o şirin suların birlikdə satılması kimi. O qədər reklam olunub ki, artıq bizim ağlımıza məsəl üçün cips markası gəldikdə ağlımıza digər içki də eyni zamanda gələ bilir. Nutella da eyni bu şəkildə. Nutella çörəklə daha çox istehlak olunan bir məhsul olduğundan dolayı onu çörək rəfində satmağa çalışırlar. Çünki Nutellanı çörəyi görən, toz çörəkləri olur xüsusən. Toz çörəyini görən ağlına eyni zamanda Nutellanı da gətirə bilir. Bir neçə başqa səbəb daha var. Misal üçün çörək də Nutella kimi daha çox səhər yeməyində istehlak olunan məhsul olduğundan dolayı o ikisini yan-yana gətirmək məntiqli görünür. Mütləq ki, biri digərini insanların ağlına gətirəcək. Çünki o qədər o şəkildə reklam olunub ki. Üçüncü bir səbəb isə ondan ibarətdir ki, çörək ən çox insanların ziyarət etdiyi, yəni yanından keçdiyi marketlərdəki rəflərdən biridir. Niyə onun yanında əlaqəli bir məhsul reklam olunmasın? Həqiqətən də məntiqlidir. Qəribə gəlsə də bizə.